Hörmətli izləyicilər, xoş gördük hər birinizi Rat və kanalında. Əziz izləyicilər, bugün biz çox gözəl bir dadlı plov bişirəcəyik. Belə deyərdim, diyarlı plov. Bunu biz toyuq diyarından hazırlayacağıq. Gördüyünüz kimi burada toyuq diyarıdır, ürəkli. Pomidor, soğan, düyü, təbii ki yağ və belə bir bulyon bizə lazım olacaqdır. İndi ilk öncə nə edirik? İlk öncə başlayırıq belə deyərdim soğanımızı, pomidorumuzu doğramağa. Deməli əziz izləyicilər, başlayırıq pomidorumuzu doğrayıb. Xırda-xırda doğrayırıq. Atırıq şeyə, qazanımıza ki bu pişsin. Bir neçə hissəyə bölüb, onsuz da içində bu belə deyirdim, əziləcəkdir. Böyləcə bir neçə hissəyə bölüb atırıq tavamıza. Deməli əziz izləyicilər, gördüyünüz kimi pomidorları belə doğradıq və atırıq tavamıza və belə dedik özü biraz pişir. Ona kimi isə əziz izləyicilər soğanımızı doğrayırıq. Deməli əziz izləyicilər, gördüyünüz kimi soğanımızı da bax beləcə bir neçə hissəyə bölüb belə xırda-xırda doğrayırıq. Deməli əziz izləyicilər, gördüyünüz kimi soğanımızı da belə doğradıq və pomidorumuzu da biraz bölüşkədik və başlayırıq üzərinə tökməyə. Deməli əziz izləyicilər, gördüyünüz kimi bax belə pomidorumuz oldu. Üzərinə yağ əlavə edirik. Belə. Üzərinə soğanımızı əlavə edirik. Belə. Şişlə karıştırırıq və ciyarımızı əlavə edirik. Beləcə ciyarımızı əlavə edirik. Baxın, beləcə yaxşıca karıştırırıq ki, pişsin və ağzını örtürük ki, öz buğunda biraz pişsin, biraz da altını aşağı edirik, çox şey olmasın. Və pişəndən sonra oraya suyunu, bulyonu, düyüsünü tökəcəyik. Deməli əziz izləyicilər, gördüyünüz kimi bax belə hələ su da əlavə etməmişik, özünün suyu, yağı bax belə çıxdı. İndi üzərinə bulyon əlavə edirik. Belə ki, qəşəng tam versin. Duza ehtiyac yoxdur, çünki bu elə dudur. Biraz zövqə görə sarı kök əlavə edə bilərsiniz. Belə. Və üzərinə də biraz su əlavə edirik. Belə. Altını qaldırırıq ki, biraz qaynasın. Qaynayandan sonra isə düyümüzü əlavə edəcəyik. Deməli əziz izləyicilər, gördüyünüz kimi artıq belə qaynadı və üzərinə düyümüzü əlavə edirik. Belə etdikdən sonra yaxşıca qarışdırırıq və vamxodda qoyuruq ki, pişsin. Deməli əziz izləyicilər, ağzını örtüb beləcə qoyuruq vamxodda və pişir. Deməli əziz izləyicilər, baxın gördüyünüz kimi artıq plovumuz hazır oldu. Baxın necə gözəl bir plov oldu, ətli zadlı. Yəni həm ucuz başa gəlir, həm də dadı çox gözəl olur. Belə. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like olun. Sağ olun, salamat qalın əziz izləyicilər.